Salam. Futbola niyə baxmırsan Müşfiq? Salam müəllim, hər vaxt xeyir olsun. Hər vaxt deyil də. Nə Harayla yazaq? Hı? Müşfiq bəs futbola baxırdın? Harayla oynayır? Neftçala ilə Neftçi? Səs yoxdur. No comment. Başlayaq. Ümumiyyətcə rənglər yəqin görünən bir rəng olar. Olmasa da ki Real görünür. Madrid bilmirəm. Kim imiş? Real Madridlə hara? Real Madrid doğrusunu bilmirəm. Heç bir şey. Zəif komanda doğrusu. Zəifsə nəyə baxırsan da onda? Güclü futbol fanı Müşfiq. Real Madrid nə harasa. Real Madridlə harası? Mənim atam o dərəcədə Qalatasaray azarkeş olub ki, düşün Real Madrid utduqları bir dənə o var da Super Kubokda UEFA-nın finalı. Düşün o sastavın hamısını bilirlər. Harda doğulublar, harda böyüyüblər, neçə nömrə forma ilə çıxıblar da hamısını bilir. Özdəki o oyuna da baxırsan, Real Madridin sastavı bilsən nəyə oxşuyur? Nə bilim, bu Galaktikası kimi bir şeydir də. Deyəsən bir dənə Zidane yoxdur orada. Hamı oradadır. Bütün ulduzlar, o dönəmin bütün ulduzları oradadır. Və Qalatasaray qalib gəldi. Yaxşı bir dəfə qalib gəliblər. Dədəmin ağzından düşmür o söhbət. Bismillah deyək, başlayaq bura. Ümumiyyətcə deyir ki, binomun açılışına binomial əmsallar. Yəni binomial əmsal deyəndə belə baxa bilərik də. Həmişə bildiyimiz nədir? 2 üstündə n, oradan da gələcək 128. Bu da A variant. Bu niyəsini izah eləmişəm deyə dərinə getməyəcəm. Yəni A üstə gəlmiş B üstündə n-i açandan sonra belə bir şey alınır. I bərabərdir bizdə 0-dan n-ə. Kombinizon bu A üstündə. Normalda belə yazırlar. Burada i yazım. Çıxılmış i-dən b-i-yə belə yazır bəziləri. Amma bu səhv. Bir də belə bir dənə söhbət var. Deyirlər ki, məsələn 4-cü həddin əmsalı nədir? Cəmin birincisi, ikincisi, üçüncüsü, dördüncüsü məsələsi nə dərəcədədir? Yəni, məsələn, belə deyim da sənə. A üstə gəlmiş B ilə B üstə gəlmiş A arasında bir fərq varmı yəni? Ya, bununla bu fərqlənirmi? Ya, bunun açılışı ilə bunun açılışı necə fərqlənə bilər ki? Bunun dördüncü həddi ilə bunun dördüncü həddi eyni deyil axı, o məntiqlə baxanda. Bilməm, fikri çatdıra bildim mi yox? Yəni, o tip suallar mən görmüşəm hətta. Deyir ki, məsələn, dördüncü həddi. Yəni, cəmin dördüncü həddi mi olur, qardaş? Deyir, bərabərsizliyin tam həllərinin sayını müəyyən edin. Kimisə şərh əlavəsi və sair olsa, deyər, qeyd eləyər. Dostumuzun da adını bilməm, yəqin ki, qatılmaq istəyir qatılar. Bizdə nə lazımdır? Bir şey başa düşür. Bu tip bir şey varsa sizdə kəsrli, küsürlü, aşağısını sıfırdan böyük bərabər edin. Onda olur 2x çıxılmış 6 böyük bərabər 0. Bunun niyəsi var, bilirsinizmi? Ya, bu blok eləyim bunları, bu qaqaşlar necə gəlirlər bura, mən onun xəbərim yoxdur. Nəysə, onu sonra blok eləyəm. Deməli, nəyə görə bu var bilirsən İbrahim? Yəni, niyə bu olanda deyirlər ki, sıfırdan böyük bərabər götürün? Yəni, bununla bu eyni şey deyil. Məsələn, x 3-cü dərəcə ilə x bu eyni şey deyil. Bilirsən niyəsini? Açığı desəm niyəsini heç maraqlanmamışam. Balacalıqdan elə deyiblər, elə qalıb yadımda. Müşfiq, sən bilirsən qaqa niyəsini? Mən də maraqlanmamışam heç. Kəsr ümumiyyətcə ümumi haldır. Yəni, sən buna da eyni şey deyirsən. Bu, sadələşdirilib deyən belə görünür, yoxsa ümumiyyətcə belədir sualı çıxırdı deyə ümumi qayda qoyuldu ki, ancaq müsbət hədlər üçün bu tətbiq oluna bilsin. Yəni, mənfi hədd varsa konkret olaraq qeyd olunsun ki, kök altından mı çıxıb, yoxsa sadələşdirilmiş vəziyyət. Çünki belə bir vəziyyət var bizdə. Əgər ki, bunun özü də mübahisə mövzusudur. Niyəsini deyim. X kvadrata qaldırılandan sonra 6-cı dərəcədən kökə salınıb, yoxsa 6-cı dərəcədən kökdən sonra kvadrata qaldırılıb? Cavab eyni deyil. Sırf bax, bu problemə görə, bu keçid probleminə görə. Amma məsələn, biz bunu bu şəkildə və ya bu şəkildə yazsaq, eyni cavabı alacaq. Yəni, birincidən üçüncü, çünki işarə həmişə çölə tullayacaq, eyni qalır. Amma burada işarə dəyişir. Niyəsini bir dənə də göstərim. Ola bilər, tam başa düşmürsünüz mən nə demək istəyirəm burada. Baxın, uşaqlar. -4-ün içəridəki kvadratı ilə kökdən -4-ün çöldəki kvadratı eyni deyil. Bunun cavabı bizdə 4-dür, bunun cavabı -4-dür. Azərbaycanda deyirlər, bunun mənası yoxdur. Mənası var, əməlli başlı mənası var. Necə yəni mənası yoxdur? I bərabər mənfi kökdə bir yazır adam var. Bu bizdə I kökdə 2-dir.
Bu i kökdə 2-nin kvadratıdır. Çünki mənfi 1 vurulmuş kökdə 4 deməkdir bu. Bunun kvadratı mənfi eləyir, bunun kvadratı 4 eləyir. Hər bir ayrı-ayrılıqda vurulub təzdir. Amma burada bunlar bir-birini aparır. Çünki niyə aparır? Öz üstdən aparmır, estağfurullah. Modul vəziyyətdə çıxarır daha doğrusu aparandan sonra. Vəziyyət bundan ibarətdir ki, sən bunun işarəsini ləğv edib sonradan kökə salırsan. Yəni fərq oradadır. Bilməm fikri nə dərəcədə izah edə bildim sizə. Yəni təməldəki problem nəyi nədən sonra eləyəcək problemidir. Çünki vurma ilə bölmənin ağırlığı eynidir. Yəni sən götürüb 2/6-ya 2 vurulmuş 1/6 ya da 1 bunlar fərqlənir heç kim deyə bilməz. Heç kim deyə bilməz ki, yəni üstdəki daha birinci edilməlidir. Bəlkə birinci buna həyat keçirmişəm. Heç kim onu deyə bilmir. İndi qayıdaq bura. Bunu elədik. Bunu eləyəndən sonra biz tapırıq ki, x 3-dən böyük bərabər olmalı. Düz dedimmi? Yəni bu hissə aydındır. Əlavə olaraq belə bir dənə vəziyyət var. X 3-dən böyük bərabər olmalıdır. X-i 3-dən böyük bərabər eləyəndən sonra burada nə cür hesablama apara bilərik? Hər tərəfi onda qaldıracağıq da, qüvvətə qaldırıb bunu azad eləməliyik. Çünki bunun artıq müsbət olduğunu fərz eləmişik. 2x çıxılmış 6 bizdə kiçik olmalıdır orada 8-dən. O zaman biz x-i neçə tapırıq? 14 7-dən kiçik olmalıdır. 7-dən kiçik olmalıdır. Bizə deyir ki, tam həllərinin sayını müəyyən. Qapalı açıqdırsa normal çıxıran bəs eləyir də bizdə. 3, o da bərabərdir. D variantı. Keçdik. Əlavəvi şərhiniz ya da sualınız olsa deyirsiniz. Amma məncə yəni riyaziyyatınız o qədər yaxşıdır ki, mənim daxiləmə ehtiyac olmadan bunları sərbəst edirsiniz. Kimsə danışmazsa danışın. Bir kompleks ədədinin qoşması olarsa, MN asilini tapın. Normal açacağıq da sadəcə olaraq bunun plusun üzrdən. Plusdursa bu minusdan olmalıdır o biri tərəfdə. Deməli, birinci vəziyyətdə 2m çıxılmış 3 bərabər mənfi 7-dir. Onda m neçə olmalıdır bizdə? Mənfi 2 olmalıdır. Onu tapdıq. Sonra bizdə n neçə olmalıdır? N bərabər üz üstə. N üstə gəlmiş ki, bunun əks işarəsinə bərabər olmalıdır. Mənfi 5-ə, n də bərabər mənfi 7 olmalıdır. Hasil bizdə 14 eləyəcək. Onda E variantı. Keçdik növbətiyə. Bizdən tələb olunan nədir burada? İki loqaritmin təyin oblastını tapın. Keçən dəfə deyəsən səhv eləyirdim. İbrahim, bu təyinlə qiymətləri qarışdırmışdım. Təyin nə idi bizdə? X-dir. Təyin oblastı mənim X oblastımdır. Burada əgər mən X-i tapacağımsa 2-3 şey nəzərə almaq lazımdır ki, dəstəyə görə kökaltı ifadələri nəyəsə görə mənfi götürmürlər. Çox maraqlıdır. Avtomatik olaraq X-in ondan kiçik bərabər olduğunu tapırıq. Düzdürmü? X ondan kiçik bərabər. Bu hissəni tapdıq. İndi belə bir söhbət var. X-i əgər 10 versək, bu 0 eləyəcək. Nəyin üstü 0? Yalnızca 0 üstü 0 ola bilər. Burada biz 5 verə bilməyik. Çünki loqaritm əsası 5 verə bilməyəcək. Avtomatik olaraq bunu ləğv edirik. Deməli, bu getdi. Bu getdi, bu da getdi bizdən. Sonra əlavə olaraq nəyi işlədə bilmirik? X bizdə 7-yə bərabər ola bilməz. Bunu işlədə bilmirik. Əlavə olaraq bunu biz götürəcəyik ki, çünki dəstəyə görə səhv eləmirəmsə loqaritm ancaq bol-bosda göstərilir. Yəni müsbət. Bir də ki, kəsirlər üçün göstərilib ki, kəsirlər üçün də təxmini belə gedəcək. Bu müsbət üzrdən. Müsbət yox da 1-in üstündəki ədədlər üçün bu belədir, 1-in altındakı ədədlər üçün belə 0-1 parçasını bu şəkildə özünə aparır. Əgər ki, bu əsası elə götürsək, o zaman bizdə nə olmalıdır? X çıxılmış 5 funksiyasının təyin oblastını 0-dan böyük olmalıdır ixtiyari vəziyyətdə. İxtiyari vəziyyətdə 0-dan böyüksə, bu ixtiyari vəziyyətdə 5-dən böyük olmalıdır. Təyin oblastına daxil olan tam ədədlərin cəmini tapın. 5-dən böyük ədəd və ondan kiçik ədəd. 5-dən böyük, ondan kiçik. Və burada əlavə bir dənə məhdudiyyət qoymalıyıq ki, 1 olmasın. Çünki məsələn, bu nə olur da olsun, bu 1 olsa, 1 üstü ancaq nəsə 1 olmalıdır da. Bu 9 olanda bu tutuşmur. Ona görə bir dənə də əlavə məhdudiyyət qoyaq bura ki, x fərqli olmalıdır bizdə 6-dan. Yəni bu 1 olanda bu 1 olsa, gözü yumaq olar bəlkə. Yəni çünki nə qoysan sonsuzluqla da ödənir. Burada ən azı bizdə bu yetmir. İndi bu da yetmir. Bu aralıqda bizdə neçə dənədir? 10 çıxılmış 5, çıxılmış 2-ni bir dəqiqə 1, 2, 3, 3 çıxacaq. O da eləyəcək bizdə neçə dənə? Bir dəqiqə, tam ədədlərin cəmini deyilmişik. Bağışlayın, biləm sayını deyil. 7 getdi, 8 qaldı, bir də 9 qaldı da. 17-dən 2 dənə ədədimiz var. Baxsam. Gəldik bura. Bizdən tələb olunan nədir? Deyir ki, inteqralını hesablayın. İnteqralın qrafiki nəyə oxşuyur ki? Olarsa, bunda belə eləyək də,
normal ayırmadan istifadə eləyək. 7 bura gəlsin. -3-dən 4-ə fx dx üstə gəlinmiş. -3-dən 4-ə 3 dx. Bunun onsuz da qiymətini verib 5-dir. 7-nin yerinə qoyanda burada eləyir 35. Üstə gəlinmiş. İndi bunu qıraqda hesablayaq da. Orada eləyəcək 3x. 3x-in də təzədən 4 ilə -3-ü qoyanda, 4-ü qoyanda 12. Çıxılmış üstə gəl olacaq. Üstə gəlmiş 9. Onda bu eləyir 21. Oradan da 56. Düz deyilmi? Məncə düzdür. Keçdik növbətiyə. Məncə yəni bunlarda çətinliyimiz yoxdur. Yəni, çox asan gedir bu arada. Danışmaq istəyirsən, danışarsan puding. Funksiyası böhran nöqtələrinin cəmini tapın. Böhran nöqtələrinin deməli törəməsini tapsaq olacaq 3x kvadrat -5 böhran nöqtələrinin cəmi. Burada x sıfırlı olan hissə sıfır olmuş x olduğuna görə avtomatik olaraq böhran nöqtələri bizdə bu x-i sıfırlayan dəyərlərdən söhbət gedir. Onların cəmi də bizdə sıfır deməli buradan görə. Yəni x1 üstə gəlmiş x2-dən söhbət gedir burada. Keçdik növbətiyə. Bizdən tələb olunan nədir? Ədədi 4-də bölünən ədəd olarsa cəminin ən kiçik qiymətini tapın. Bizdə 2 dənə versiya var da. Son 2 rəqəminə baxıb getməliyəm. 2 rəqəminə baxıb gedirəmsə, ya 2-dir, ya 6-dır. Ya 2-dir, ya 6-dır. Yəni bu AB-ni rəqəm istəyən seçə bilirəm deyə altını seçməyə ehtiyac yoxdur. 2-ni seçsək bəs eləyir ki, 32 əmələ gəlsin. Burada da 0 ilə başlaya bilməz deyə 1-i seçə biləcəm. Bir də B-nin də yerinə lap 0-ı seçə bilərik də. Çünki istədiyimiz rəqəm təkrarı söhbətini verməyib. Olsaydı belə yenə də onsuz rəqəm təkrar eləməmişik. Getdi. Diaqonalları 4-5 10-calın sahəsinin ən böyük qiymətini hesablayın. Bir dəqiqə. Diaqonalları olan 4 bucaqlının. Bunu törəməklə mi getsək daha yaxşı olar, yoxsa nə cür getsək daha yaxşı olar? Belə götürməyə çalışaq da. Bir dənə 4 bucaqlı olsa, amma bu 4 bucaqlının da nəyə oxşamağının bir fərqi yox, trapesiyada olmuş ola bilər. O da bir 4 bucaqlıdır. O da bir 4 bucaqlıdır. Ümumiyyətcə, xassi olaraq baxanda, onsuz da burada bir alfa bucağı varsa, burada da bir 180 dərəcə çıxılmış alfa bucağı var. Ümumi olaraq hesablayanda buradakı sahə ilə, buradakı sahə biz bir-birinə ötüşür. Avtomatik olaraq S bizdə 1/2, D1, D2, burada da bir sinus alfa qalır. Həmişə sinus alfa ilə çünki hesablamaq mümkündür. Onda diaqonallar stabil qalırsa, sinusun ola biləcəyi onsuz da maksimal dəyər 1-dir. Yəni bunun törəməsini tapit eləmək olardı. 0-a bərabər eləyəndə onsuz da kosinusun 0 dəyəri 90 dərəcədə alınacaqdı. Alfa bərabər 90 olacaqdı orada. Deyə dəxilsi yoxdur ondan. Onda bizdə belə çıxır ki, 1/2 olmuş, 4 olmuş 5-dir. O da bizdə 10 eləyir də A variantı. Mümkün olan ən yuxarı hədd A variantındaymış. O da domptat da yəqin ki, düzdür. Dompta 90 dərəcə altında kəsişir. Kvadratda da 90 dərəcə altında kəsişir. Yəni kvadrat da bir baxma domba oxşuyur. İndi bunu bir tərəfdən oxumağa çalışım ki, gözümüz xarab olmasın. Bizdən tələb olunan nədir? Deyir ki, kosinus 6x çıxılmış 2x, kosinus 5x çıxılmış kosinus 3x. Limit gedəndə 0-a limitini hesablayın. Bunu nə cür eləyirsən İbrahim sən? Sadələşdirməyə gəlsən, yoxsa birbaşa törəməyə gəlsən lapitala görə? Çünki bu dəqiqə görürsən ki, 0-dan 0-a gedir, yəni bildiyin gedir. Müəllim, necə deyim? Lapital, indiyəcən mən sonra linç eləyəcək. Məncə lapital beta işidir. Valla lapitalsız qurban olaram mən. Beta işidir. Alfalar bunu nə cür eləyir, hə? Gedənən ki, mən sigmaya. Mən bilirsin necənəmi? Lapitalsız daha çətin həll tələb eləyir. Bəzi suallar var həqiqətən və çətin həll eləmək mənə ləzzət eləyir. Ki, işləyim də qoy belə uzansın. Gəl indi bir dənə sualın özünü baxaq görək necə tərtib eləyə bilər. Bu arada lapital bəzən ümumiyyətcə mənası ilə sualı çətinləşdirir. Məsələn, ümumi qüvvət varsa qüvvəti çıxartmasan sual həll eləmək çətin olur. Sualların bəzilərini bir dəfə belə bir şey görmüşdüm mən. Təsəvvür elə ki, magistrdayıq və riyaziyyatdan neçə il dərs deyən müəllimlər var. Sualın özünü yazmayacam. Sadəcə fikirləş nəsə nəyəsə gedir. Və burada da fikirləş ki, bunun üstündə, yəni atıram elə belə bir f funksiyası var, üstündə n var və g funksiyası var, onun üstündə bir n var. Götürüb bunu həll eləməyə çalışıb eləyə bilmir. Trigonometrik bir dənə vəziyyət idi bu arada, eynilik vəziyyəti idi. Çıxa bilmir sualın içindən. Heç cür çıxa bilmir. Törəməni də tapa bilmirsən, heç cür çıxa bilmirsən də. Və limitin sadəcə bu xassəsi var ki, yəni bunu sadəcə belə yazacağam. Fx, Gx. Sadəcə bunu eləyəndə sual heç nə idi. Bu gedişi eləyənmədilər.
Ya da ki, bizdə dərslikdə yoxdurmu, nədimi bilmirəm. Hələ mən toplu izahında belə hansısa funksiyada məxrəci də sürətdə də eyni qüvvət var deyə ümumi qüvvətdən söhbət gedir. Limitin çölünə ya da ki, inteqralın çölünə çıxardan bir şey görməmişəm. İnteqralı da limitə gətirib eləyə bilərsən onu. Yəni tətbiq oluna bilən bir xassədir. Görməmişəm, yəni kimdəsə onu ki tətbiq eləsin. Bilirdin o xassəni? Əlbəttə mənim bu bir dənə belə sual var. Məsəl üçün sinus kvadratı 3x bölünsün, sinus kvadratı 4x. Bu limit sonsuzluğa. Hə, bunun sırası bilir ki 9/16-dır. Çünki 3/4-ün kvadratı. Amma cəmaət var ki, öldür özünü, l'hopitala girir. Ona girir də getmədiyi yol qalmır. Eynən yəni. Ona görə deyirlər ki, o bir dənə söz var, deyir, tənbəl qədər iş görən yoxdur. Yəni bura. Bunu necə aça bilərik? Ümumi hazır düsturu belə çıxartmaq olar. Məsələn, kosinus alfa, yəni gördüyümüz bu dəqiqə. Bir də kosinus beta var, düzdür. Bunu hardan çıxarda bilərik bu düsturu ümumiyyətcə? Ya belə baxmağa çalışaq da bizdə. Kosinus alfa üstə gəlmiş betanın düsturu bizdə nədir? Kosinus alfa, kosinus beta çıxılmış sinus alfa, sinus beta. Düz deyirəm bunu? Belə mi olur? Bizdə burada bir dənə də kosinus, yəni ad A ilə B ilə yazırlar normalda. Sadəcə elə belə bir də nümunənin üstündən getməyə çalışıram. Burada deyək ki, bir alfa çıxılmış beta olsun. Bu qıraq da bu alfa betaya aidiyyət yox. Bunu AB də yaza bilərik bu dəqiqə. Sadəcə elə belə deyək. Onda bu yenə də bizdə qalır kosinus alfa. Burada yenə qalır bizdə kosinus beta. Bu olur müsbət. Sinus alfa, sinus beta. Burada məncə problem yoxdur da, düzdür. Və buradan nəsə gətirmək olarmı buna? Buradan belə bir şey eləyə bilərik biz ki, normalda cəmləyə bilərik bunları. Yəni cəmləyib buradan ayrı-ayrılıqda bir düstura gətirmək olar. Ya da ki, vurub da nəyisə gətirmək olar da, düzdür. Onsuz da burada çıxma var deyə mən çıxmanı tətbiq edirəm. Bu dəqiqə yəni bu alfa beta deyil, yəni necə deyim, bunlara AB deyək istəyirsinizsə də. Yəni qarışmasın da, x, y deyək, fərq eləmir. Yəni fərqli bir şey. Burada çıxma deyə lap bunları çıxaq. Lap çıxdıq, bunlar getdi. Bizdə alınır ki, kosinus alfa plus beta çıxılmış, kosinus alfa minus beta. Yəni mənası yoxdur, yəni alfa beta yazad demək. Bu ayrı bir şeydir bu sistem, onu izah eləmək istəyirəm. Burada da bizdə alınır -2, kim eləyir bu? Bir dəqiqə eyni şeydə düzdür. Sinus alfa sinus beta. Düz deyirəm? Düz deyirəm? Bəli mənim, bəli. Onda belə bir şey eləyə bilərik də biz ki, belə bir şey eləyə, məntiqlə deyirəm də bunu. Əgər mənim x-im bərabər alfa plus betaya, yəni bu dəqiqə bunu görürəm də artıq bayaqdan danışdığımız söhbəti. Və mənim y-im bərabər alfa minus betaya, yəni heç bir savad işi lazım deyil də yəqin ki. Bu alfanı nə ilə əvəzləməliyəm? Yəni bura görə. Alfa onda bizdə nətər əvəzlənə bilər? X-i cəmlənsə, alfa bərabərdir x plus y bölünmüş 2-dir. Beta nəyə bərabərdir bizdə? X minus y bölünmüş 2-dir. Belə mi çıxır? Onda belə çıxır ki, kosinus x plus üzr istəyirəm. Burada çıxılmış kosinus y, o da bərabər olmalıdır -2 sinus x plus y bölünmüş 2 sinus x minus y bölünmüş 2. Yəni heç bir savad tələb olunmadan elədik də. Yəni balaca bir dənə düstur açdıq, düzdür? Əməllə gəl eləyə bilirmişik. İndi bunu yerinə qoymağa çalışaq. Bəzən çünki belə bir isbat sualı niyə düşmür sualını verirəm özümə. Niyə yəni giciş suallar isbata düşür də? Həndəsədə maraqsız suallar ki, bir dənə belə sual qoydu ortaya. Deməli, bunların cəminin yarısı bizdə olacaq sinusda, alfa plus betada. Bir də bizdə olacaq bunların kosinuslar. Yoxdur, yenə də elə buradadır. Ümumiyyətlə, ikisi sinus deyə fərq eləməyəm. Toplayıb çıxmaq mənə gəlir artıq. Bu vəziyyətdə eləmək olar. Onda mən bu limitim nə ilə əvəzləyə bilərəm? Limit birinci bizdə əvəzlənəcək. Limit bizdə əvəzlənəcək nə ilə? -2 çıxacaq. Burada sinus olacaq bizdə 4. Oradan da bizdə yarısı 2. Bu olacaq 2x. Çünki aşağıda da bizdə fərqlərə bir dənə fikir versəz uyğun gəlməsə də cəmlər uyğun gəlir. 8, ona görə işlədə bilirik onları. Buradakı fərqi yazmağa çalışaq. Burada olacaq bizdə sinus. Bir dəqiqə fikirləşim. Burada 2 də var. Sinus 2 bu x-dir.
Qurulmuş bu da eyni şeydə onlar bir-birinə aparacaq, onu yazmam var. Yəni bu dəqiqə bizim eləməyə çalışırıq. Bu arada universitetdə bunu bal kəsmək üçün işlədən müəllimlər var ki, limiti yazmırsan deyə bal kəsirlər. Sağ olsun hamısı. Bunu eləyəndən sonra bizim əlimizdə var sinus 2x və eyni şəkildə sinus alfa üstə gəlmiş betanı da isbat eləmək olar. Bu məsələn belə deyək də sinus alfa üstə gəlmiş beta deyə bir düstur olsa, bunu isbatla eyni şəkildə gətirmək olar ki, necə eləyə bilərəm də buradan ona gələ bilim. Məntiqlə fikirləşsən ki, kosinusdan mı gəlim, sinusdan mı gəlim? Orada əgər düsturun özünü başdan bilirsənsə gətirmək daha asandır. İkisini də alfa qoyanda avtomatik olaraq düstur buna dönür da bizdə. Limit x gedir bura. Burada bizdə olacaq nə? 2 sinus. Çünki sinus alfa, kosinus beta, kosinus alfa, sinus beta eyni şey gəlib çıxır da. Bu ikisi də düzdür. Onları da ixtisar aparım. Elə birbaşa belə yazıram ki, 2 kosinus x. O da 0-a gedəndə 1, o da 2 qalır. Düz dedim. Lapitaldan geysə bu nə qədər gedər? Xəbərimiz varmı? Maraqlı. Mənə elə ki, maraqlıdır. Lapitaldan giysək. Gedər əslində. Biraz uzun gedər, amma gedər. Nəyə lazım? Sıraz yönündə 2/1-dən 2 edirdi. Elə sinusların əmsallarını böldükcə. Əmsal dedim, daha doğrusu bucaqlarını üzr istəyirəm. Onsuz birinci baxmaq lazımdır ki, bunların toplamasında çıxmasına nə tərsə də uyğun bir şey gəlirmi? Əsas odur. Birinci baxılmalı olan şey odur. Bunu oxuya bilmirəm, buradan oxuyacağım ümumiyyətcə. Burada deyir x-in kubu çıxılmış 6x kvadrat plus 9x kiçik bərabərdir 0 bərabərsizliyinin mənfi 5 parçasına daxil olan tam əllərinin sayını tapın. Burada x ümumidir deyə, tam həllərinin sayı. X mötərizə xaricinə çıxsa bir dənə kökümüz 0-dır. Çünki 0-ı ixtisar apara bilirik. Bu bir dənə kök yerindədir. Bu ikinci kök bizdə hardan çıxacaq? Bir dənə onu başa düşməyə çalışaq. Bu çıxandan sonra onda bu da x çıxılmış 3-ün kvadratıdır. Biz deyirik bu 0-dan kiçik ola bilməz axı onsuz da. Avtomatik bərabər halı qalır. Oradan da tapırıq ki, x bərabərdir 3-ə, düzdür? X bərabərdir 3-ə. Deyir ki, bərabərsizliyin parçasına daxil olan tam həllərinin sayını. Onda belə olacaq da bizdə. Burada 0-ı götürürəm, burada 3-ü götürürəm. 0-da daxildir, burada 3 də daxildir. 0-da daxildir, 3 də daxildir. İndi buradan götürməyə çalışaq. Mənfi sonsuzluq qoysam, mənfi sonsuzluq eləyir. Mənfi sonsuzluqda cavab çıxaramayacam burada. Yəni, deyək, milyon qoydum. Mənfi milyon. Mənfi milyondan çıxanda müsbət milyonun kvadratını, yenə mənfi qalır. Cavab mənfidir. Bu da ödəyir bizə. İndi burada müsbət sonsuzluq qoysaq, istər müsbətdir. Yenə də bir dəqiqə milyon fikirləşək. Müsbət milyonun kubundan bu, yenə də müsbət qaldı. Tamam, bu müsbətdir. Deməli, bunu bizə yaramır. Buranı götürmürük. Bu 3 idi. 3-ün özü bizdə var. Bir də ki, buradan bir şey götürək. 1 qoyanda 10 elədi. Ondan 6 yenə müsbət elədi. Götürmürük. Belə çıxır ki, burada bizə ödəyən onsuzakının içində nə dəyərimiz var? Mənfilərin hamısı ödəyib. Mənfiləri götürək. Mənfi 2-dir. Daxil olan tam əllərin sayı. Mənfi 2-dir, mənfi 1-dir. Sonra 2 dənə də budur, 4 dənəsi olmalı. Düzdür. Buradakı mənfi sayını çıxartmaq lazım. Ya da belə də götürmək olardı. 0-dan mənfi 1-ə. Yəni, parça daha böyük olmuş olsaydı, axırıncı dirənən nöqtəsi mənfi 1-də dilenaj edir da, onu keçdi. Gəldik bura. Ümumiyyətcə, ehtimal sualları hamımızın qaralı yeridir. İndi baxaq görək bunu eləyə biləcəmmi mən? Məndən tələb olunan nədir? Torbada eyni ölçülü 5 qırmızı və 4 qara kürəcik var. Tamam. Deməli, torbada ümumilikdə 9 dənə kürəcik var. Bunu başa düşürük. Və deyir ki, bu torbadan təsadüfən 3 kürəcik götürüldükdə, torbada 3 qırmızı və 3 qara kürəciyin qalması hadisəsinin ehtimalını tapmaq lazımdır. İndi belə çıxır ki, qalan vəziyyətdən çıxan vəziyyəti götürə biləm. 3 qırmızı qalıbsa 2 qırmızı götürməliydim. Düz deyirəmmi? 3 qara qalıbsa 1 qara götürməliydim. Bunu qırmızı deyək, bunu da qara deyək. Düz deyirəm bunu. Məncə belədir. 3 dənə kürəcik götürülürsə, yəni bu qalıbsa bu belədir. İndi 3 kürəciyi neçə vəziyyətdə götürə bilərəm mən oradan? Bax, sual budur. Deyək ki, bunu indi ədəd oxumda göstərmək biraz daha çətin olacaq. Yaxşı sualım var əslində o ədəd oxumda göstərməklə bağlı. Yəni, bizim əslində 3 dənə pozisiyamız var. Ümumi hallara bir dənə baxmağa çalışaq. Mənim əlimdə 9 dənə varımdır. 9, 8, 7. Yəni, 3 dənə kürəcik götürürəmsə, əlimdə 3 dənəsi varsa, o 3-ü bir-birinin təkrarı ola bilməz. Yəni, birinci gələn, ikinci gələn, üçüncü gələn. Bir də bu 3 dənəni deyək ki, birinci, ikinci, üçüncü kürəciyi çəkmişəm. Bunların
birincini birinci çəkdiyim ya da ikincini birinci çəkdiyim ya da üçüncünü birinci çəkdiyim yer dəyişmələri də var. Avtomatik olaraq 3, 2, 1 də buradadır. Bu bizdə gəlir 3-ə, bu bizdə gəlir 4-ə. 12-ni də vuranda buradan səhv eləməmsə 84 qalmalıdır. Bir dəqiqə, məncə düz deyirəm. Bu 84-üm var. Ümumi 84. İndi Müşfiq yəqin ki gedəm, hə, yo müəllim gəldi. yox, mən bu Bakı internetlə güləşirəm internetin üstündə. Sağ olsunlar, idmana getməmiş mənə məşq elətdirirlər. Allah canlarını sağ eləsin. Bura qədər də kimsə nəsə fikri falan varmı? Yəni, burada mənim elədiyim nədir, onu da bir dənə izah eləməyə çalışım ki, belə bir dənə şəraiti düşünməyə çalışaq. Əslində qalanda bizim 2 dənə tip kürəciyimiz var deyə. 2 dənə tip kürəciyimiz var. İzah eləyə bilirəm fikrimi. 2 dənə tip kürəciyimiz var bizim. Onsuz da mən, əgər ki 2 dənə qırmızı çəkmişəmsə, 2 dənə qırmızı çəkmişəm, bu dəqiqdir məndə. 2 dənə qırmızını çəkmişəm orada. 2 dənə qırmızını çəkmişəmsə, o 5 dənə qırmızının içərisindən biridir. O biri geridə qalan da o geriyə qalan 4 dənədən biridir. Bir də bunların qırmızı 1, qırmızı 2-nin yer dəyişməsi də eyni şeydir axı mənim üçün. Şarlarda mən bilmirəm axı ki, məsələn, qırmızı 1-dən qırmızı 2 fərqlənmir. Ona görə burada 2 bu bir versiyam var. Bir də mən bunun yanında bir dənə qara kürəciyi çəkməliyəm. Bu qara kürəcik, yəni onsuz da bunları çəkəndən sonra qara kürəcikdə burada 4 versiyadadır. O da öz yerində. Onu gəl əllə göstərməyə çalışaq. Gəlin belə deyək də. Məsələn, qara kürəcik 1 deyirəm. Buna q üstü xətti deyək. Qırmızılara q deyəcəm. Bu qara kürəcik ilə qara kürəcik 1-dən söhbət gedir. Qırmızı 1-i seçə bilərəm, bir də qırmızı 2-ni seçə bilərəm. Düzdür? Mən bu qırmızı 1, qırmızı 2-dən əlavə qırmızı 5-ə qədər gedə bilərəm də burada. Razıyıq nə demək istəyirəm? Bəli. Bəli. İndi burada bizim neçə dənə versiyamız qalır? 5 dənə var isə burada 4 dənə versiya qalır. Mən qırmızı 2 ilə qırmızı 1-i seçmişəm deyə bunun eyni vəziyyətdə qırmızı 2 ilə olan halında artıq 3-dən, qırmızı 3-dən qırmızı 5-ə qədər baxacağam. Burada mənim 3 dənə halım var. Və siz artıq hiss edirsiniz ki, 4, 3, 2, 1, yəni sadəcə q1 üçün, qara 1 üçün 4, 3, 2, 1 halı yaranır. Hansı ki, burada n dənə element varsa, bu n çıx 1 üçün n çıx 1 vur n böl 2 düsturunu yaradır. Hansı ki, bu da sizdə kombinezon onsuz da n-dən 2-yə deməkdir. Yəni, mən burada yazdığım şey, tamam, ya alt məntiqi başa düşə bilmir çox adam, çox vaxt ki, necə olur o? İndi bax, burada niyə 4-ü vururam? Bunu mən tapdım, bu bunun üçün yaradı, tamam, bu qara 2 və qara 3, qara 4 üçün də bu eyni sayılar təzədən təkrarlanacaq deyə birbaşa 4 yazıram oraya. Bu da mənim xüsusi halımdır. Normalda mən kombinezon yazmıram, amma yəni, məsələn, burada yazdığımız söhbət də eyni şeydir əslində. Yəni, bunu əksəriyyət belə yazır, mən bildiyim qədər, 9-dan 3-ədir. Yəni, sən deyirsən ki, 9 dənə elementi 3 dənə yerə yerləşdirirəm. Və bu da əslində qalanda bizdə kombinezon 5-dən 2-yədir, vurulmuş 4 deməkdir. Yəni, belə ya da ki, buna da kombinezon 4-dən 1-ə də baxmaq olar. Çünki 4 dənəsindən birini seçirsən kimi, yəni kombinezonlarda baxırsınızsa da. Bu bizim axtardığımız hallardır. Burada da 2 qaldı, 10, buradan da 40 qalır. Düz deyirəmmi? Deməli, bizim xüsusi hal sayımız 40-dır, ümumi hal sayımız 84-dür. Deməli, burada 40-ın 84-də halda, bizdə 4-ə ixtisar gedəndə onun 21-ə bizim ehtimal vəziyyətimiz qalır. Bu da C variantıdır. Bunun çox fərqli üsullarla izahını da vermək olar. 3 ölçüyə gəlib çıxırmı? Bir dənə onu fikirləşin burada. Yox, 3 ölçüyə gəlib çıxmır. Hətta biz bunu koordinatda da göstərə bilərik. Yox, 3 ölçüyə gələcək 3 dənə ox götürür deyə 3 ölçüyə gələr məncə. Məsələn, 2 dənə şey seçmiş olsaydı, mən bunu koordinat sistemində də göstərərdim sizə ki, fərz edin ki, 5-ə qədər olan hissə sizdə qırmızıdır. Bu geriyə qalan bu 4 dənəsi də bizdə qara olsun. Burada da bunu belə götürün, koordinatlar kimi götürməyə çalışanda. Biz 3 dənəsini seçiriksə, bizim əslində qalan bu dəqiqə dediyimiz nədir? 2 dənəsini buradan seçməkdir. Yəni, burada nöqtələri, ümumi nöqtə sayının içərisində 2 dənə nöqtə buradan seçmək sualıdır. Geriyə qalan vəziyyətlərdə də biraz diqqətlə baxsaq, buradan bir nöqtə seçməklə, buradan 2 nöqtə seçmək sualıdır. Ümumi buradakı nöqtələrin içərisində bir orada baxıb biz onsuz 84 dənə nöqtəni çıxarda bilərik.
bir burada nöqtələrin içərisində, koordinatların içərisində buradan 2 dənənin, oradan 1 dənəyə olan pozisiyalarına baxırıq. Yəni 3 dənəli koordinat nöqtələrindən söhbət gedir. Biraz daha belə çətindir belə izah eləmək, amma məsələn sadə bir dənə sual deyim, onu götürüb deyərik. Türkiyədə çox məşhur bir dənə sual var. Müşfiq, məncə sən bu sualı görmüsən dost. Məncə sən görmüsən. Ola bilər ki, İbrahim də görüb. Bax, sual deyir ki, 2 dənə dost var. Bu 2 dənə dost 1 saat interval vaxt verilib bunlara. 1 saat. Lüboy vaxt istəyirsən götür. 12:00-dan 13:00, 19:dan 20-yə. Deyir 1 saat intervalda birinci dost gəlir ya da ikinci dost gəlir, fərq eləmir. 15 dəqiqə gözləyirlər. Və 15 dəqiqə içərisində ikinci gəlsə, bunlar otururlar, yemək yeyirlər. Gəlməsə, 15 dəqiqənin içində görməsə çıxıb gedir. Yəni ola bilər ki, birinci dost gəlir, izah eləyə bilirəm. 15 dəqiqə gözləyib çıxıb gedib, ikinci dost deyir ki, mən gəldim, sən yox idin. O biri də deyə bilər ki, mən gəldim, sən yox idin. Çünki ikisi də razılaşıb ki, 15 dəqiqə gözləyəcək. İndi sual budur ki, bunların rastlaşma ehtimalı nə qədərdir? Rastlaşma ehtimalı. Məsələn, bunu çox fərqli üsullardan mən izah eləyə bilərəm. Çox fərqli üsullarla izah eləyə bilərəm. Ağlına ideya gəlir bilərəm ki, buna baxanda. Görmüşəm, heç gəlmir indi dəqiqə. İbrahim, səndə bir ideya var? Heç yox. Sizin izah da yəqin ağlıma yatar inşallah. Bax, məsələn, mən bunu bir neçə formada ən azından, yəni yaxın ehtimal məsələsi var, bir də ki, dəqiq ehtimal məsələsi var. İzah eləyə bilirəm. İnteqrallı və əgər sən hansısa datanın analitikasından danışsansa, buna belə baxmaq olar. Deyək ki, 1 saatı bizdə 15 dəqiqəlik 3 dənə yerə bölə bilirik də, hətta 4 dənə yerə. Düzdür, birinci 15 dəqiqə, ikinci 15 dəqiqə, üçüncü 15 dəqiqə bu. Razısan? Yəni bir adam 15 dəqiqə gözləyirsə, və o birisi ilə rastlaşa bilmirsə, deyək. Yəni bunun izahları çox təbii ki. Yəni o birisi ilə rastlaşa bilmirsə. Burada biz hansı yaxınlaşmanı götürsək daha yaxşı olar. Baxın, fikirləşin ki, bu adam ilk bax bu vəziyyətdə gəlib. Bax burada gəlib, bu anda gəlib. O birisi də ya burada gəlibsə, bunlar rastlaşacaq. Razısınız? Deməli bunların ümumi olaraq baxanda, bu tək oxda baxanda görməyə çətindir. Çünki ikisini birdən fikirləşirsiniz. Amma gəlin oxu artıraq. Və bu vəziyyətdə bax. Fikirləşin ki, bu adamın gəldiyi dəqiqə 0-dır, o biri də 0 dəqiqədədir, buradadır. O biri 1 saniyədə də gəlmiş ola bilər. Yəni buranı dolduracaq. Bu da bizdə 60 olsun, çünki dəqiqənin qutaracaq hissəsində. Bunu daxil eləsəz də eləməsəz də inteqralda bilirsiniz, yəni daxil olsa da olmasa sahə indi çıxır. Burada da 60 dəqiqə kimi baxın. İndi bir şeyə diqqət yetirən, ondan sonra gedəcək. Bu adam 0-cı dəqiqədə gəlsə, yəni bu birinci adamın xətti olsun. Bu ikinci adamın xətti olsun. Bu 15-ci dəqiqədə gəldiyi vəziyyətə qədər bu çörək var. Razıyıq. Və burada da bu 45-ci dəqiqədə gəlmiş olsa, 60-cı dəqiqədə, yəni deyək ki, bu birinci 45-ci dəqiqədə gəlib, ikinci 60-cı dəqiqədə gəlib. Yəni burada belə bir xətt çəksək, çörək var bu xəttin içində. Və burada da eyni söhbət var. İkinci adam 0-cı dəqiqədə gəlsə, bu 15-ci dəqiqədə gəlsə çörək var. İkinci adam 45-ci dəqiqədə gəlmiş olsa, bu adam 60-cı dəqiqədə gəlsə, burada da çörək var. İndi buranı belə baxın indi. Məntiqdən bir dənə düşünün. Sən deyək ki, birinci dəqiqədəsən, bu da qalxıb axı. Yəni birinci dəqiqədəsənsə də, birinci dəqiqədə gəlmisənsə də, o adam 0-cı dəqiqədə də gəlmiş olsa, yəni avtomatik o da 15 dəqiqə gözləməlidir. Artıq sən birinci dəqiqədəsən deyə səni görə bilir. İzah eləyə bilirəm burada. Buradan başa düşə bilirsiniz onlara rastlaşma vəziyyətinə. Bəli. İndi burada sadəcə olaraq sadə bir dənə məsələ gəlir ki, 60-ın 60-a bir dənə ümumi hal var. Bir də burada bitişdirsəz yenə bir dənə kvadrat alınacaq. Bunu bundan bitişdirin. Orada sadəcə olaraq belə bir dənə 15-15 çıxanda 45-in 45-ə qalır orada. İzah eləyə bilirəm. Bu da ixtisar gedəndən sonra bizdə nə qalmalıdır? 9-un 16-ya. Düz dedimmi? Yəni yatsaz bunu o qədər həllini verərəm sizə. 20 dənə həll yazaram da yəni. Amma mənə elə gəlir ki, ən başa düşülən həllərdən biri budur. Çünki belə bir dənə söhbət var. Ehtimala baxanda biz diskret ehtimaldan danışırıq, yoxsa tamamlı ehtimaldan danışırıq. Çünki adam saniyə-saniyə hərəkət edir, milim-milim hərəkət edir. Mən konkret nöqtə-nöqtə deyə bilmirəm ona bu dəqiqə. Amma kompüterdə bunu hesablayanda mən götürüb oynamaram bundan.
Və belə hesablayaram. Deyək ki, hardasa bir dənə plan verməliyəm. Hamınız onsuz da bilirsiniz Python, düzdür? Deyək ki, mənə belə bir sualı kimsə verir, deyir ki, bunu hesabla. Mən orada belə eləyirəm. Birinci adamın gəlməsindən ikinci adamın gəlməsi arasındakı, yəni bir dənə count verirəm. Count total deyirəm buna. Total. Və count deyirəm. Mənim axtardığım ikisi sıfırdan başlasın. Və burada bizim eləyəcəyimiz, bu arada axırda bu gedəcəyimiz diskret vəziyyətdən bu nə qədər üstə düşür, onu da göstərəcəm. Yəni məcbur deyilsiniz həmişə tam cavab alasınız. Məsələn, mən universitetdə bunları tədris edəndə belə bir suala bu kodu istəyərəm. Yəni mənim ən azından imtahanımda uşaqlar kod yaza bilir. Ehtimal imtahanında kod yazılır. İcazə verirəm. Yəni məcbur deyil ki, götürə əllə yazan. Əsas odur ki, normal kodunu yazsın. İndi mənim dediyim budur. 2 dənə adam var. Buna iodla deyək. For in range. Dəqiqə olaraq baxanda o 0-cı dəqiqədə və 60-cı dəqiqədə gəlmiş ola bilər. Burada bir dənə problem dəyişmiş olur ki, dəqiqə olaraq ortalaması ilə baxanda tamamı qatırıq, qatmırıq. Yəni 12-dən 3-ə deyir də, yəni 3 tamamı nəzərə alır, almır. Nəzərə alırsa burada bir 60-ı qatmağa dəyər. İndi burada gəldik. İndi yod üçün də for yod in range. Burada 61-i qatırıq da, yəni ki 60-ı qatmaq üçün. Bizim elədiyimiz sadə bir dənə məntiq var. Başqa işlə yoxdur burada. Yəni buranın içərisinə gələndə count total artırıram mən. Total hər zaman artacaq. Yəni belə çıxır ki, bir dənə nöqtə var. Yəni burada nöqtələri qoyuram. İzah edə bilərəm nə demək istəyirəm. Ya bunların gəldiyi vaxtlardır. Bu 1-də gəlib, bu məsələn 7-ci dəqiqədə gəlib, 40-cı dəqiqədə gəlib. Bunun üçün bir dənə vaxtı saydım. Bir də mənim burada countun içərisində mənim axtardığım countda bunu hesablayıram sadəcə ki. Deyirəm absolute value'su. Deyirəm 15 dəqiqə içindədir da bu, düzdür? I minus yox. Yəni aralarındakı dəqiqə fərqi 15-dən kiçik bərabərsə. Burada indi istəyirsiniz buna bir dənə baxın. Count total nisbəti. Total. Və bunun indi print vəziyyətindən söhbət gedir. 9-un 16-ya nisbətindən söhbət gedir. Gəlin siz bunu belə eləyək. Burada 9-un 16-ya. Çox maraqlıdır. Çox maraqlıdır bu. Niyə bu qədər fərq atdı? 9-un 16-ya. Fikir versəz, cəmi 100-ə gəlib çıxır. Biz rastlaşmamaq halını burada saymışıq hətta. Nə tərsi olub rastlaşmamağı sayıb, bilmirəm. Amma yəni ortalama budur. Hətta yəni biraz fərqli bir yanaşma eləyək. Bunu 0 ilə əvəzləsək, bu necə olacaq? 45. Nə olur olsun budur. Maraqlıdır. Yəni bu adam 45-də gəlmiş olsa, deyək ki, atıram, 45-də gəlmiş olsa, o birini gözləyə biləcəyi vaxt aralığı budur. Çox maraqlıdır. Amma sən bu kodu yazsın, mən tam bal verərəm ona. Kim yazır yazsın, tam bal verərəm. Fərqləm. 15-dən kiçik bərabərdirsə də count totala böldük. Niyə eyni gəlmədi, o da maraq. Amma yaxın cavablar verməlidir məntiqdən. Biraz da fikirləşim. Məncə eynidir. 56%. İxtisari düzmə aparmışam. Bir dənə mən oradan deyim, ixtisari düz aparmışam mən. Cavab yaxındır da deyirəm. Uşaqlar 45. Mən bu ixtisari düzmə aparmışam. Bir dənə onu mənə deyim. Məncə düzdür da. 9-un 16. Yox, cavab düzdür. Bu cavab düzdür. Ola bilər, burada kodda mı bəlkə xəta eləyirəm hardasa, bilmirəm. Amma yəni cavab düzdür burada. Absolute value-da. Ola bilər, yəni yanılmam var. Bundan sonra vaxt qrupa yazaram mən. Amma bu düzdür. Gəldik bura. Çünki ikisi də eyni məntiq gedir. Sadəcə birində davamlı hesablayıram, birində yarım-yarım hesablayıram. 12-yə baxaq. 12-də bizdən nə tələb olunur? Deyir ki, nöqtələri vermişdi. C nöqtəsi AB parçası nota nöqtəsi olarsa, C vektorunun komponentlərinin cəmini tapın. Demək, birbaşa vektoru yazıb da eləmək olar. Birbaşa vektoru yazıb da eləmək olar. Ya birbaşa vektoru yazsaq belə bir şey alınır da. Deyək ki, A nöqtəsi buradadır, B nöqtəsi buradadır. C bizdə əgər orta bir yerdəsə, belə çıxır ki, bizdə C-dən B-yə gedən vektor, A-dan B-yə gedənin belə deyək ki, yarısıdır. A-dan B-yə gedəni mən hesablasaydım, AB vektorundan söhbət gedir də burada. Bu olardı məndə 4-dür, bu olardı məndə A-dan B-yə gedir də. Bu olardı yenə 4-dür, bu olardı məndə -10-dur. Onda bizdə gələrdi ki, bir dəqiq A-dan B-yə yox, B-dən A-ya getməliyəm ki, mən davamlı gedirəm. Bir dəqiq, BC deyib.
B-dən C-yə gedəncə B-dən A-ya gələcəm. Onda bu olaydı birincisi 6-dır, 8-dir. Bunların cəmi 4 eləyəcəkdi mənfi. Bunun yarısı bizdə eləyəcəkdi 3-dür, 4-dür, mənfi 2-dir. Oradan eləyəcəkdi 1, 5. Bunu fərqli bir şəkildə də baxmaq olar dərsdə qalanda. Parçasının orta nöqtəsidir. Onsuz da biz bilirik ki, orta nöqtədən söhbət gedirsə, bunun öz koordinatı, məsələn, S-nin öz koordinatını da biz tapa bilərdik ki, S-nin öz koordinatı budur onsuz da. İkisinin ortasındadırsa, bu 3-dür, bu təzdən bizdə 4-dür, bu da təzdən bizdə 2-dir. Ortada qalıbdır, avtomatik təzdən hesablasaq, eyni nəticəni alacaqdıq da buradan. Elə olmur mu? Nə səhv mi dedim? Yox, məncə düz deyirəm. Bir dəqiqə, BC-nin komponentlərini səhv mi hesabladım mən? BC-nin komponentləri. Bir dəqiqə fikirləşim. BC bizdə olacaq. Bax, BC əgər belə olmuş olsaydı, BC, bunun komponentləri olmalıydı 2, bunun komponenti 2 olmalıydı, bunun komponenti olmalıydı 2 yoxa mənfi 2 hətta. Bir dəqiqə. Bundan bunu çıxardım. BC-dən söhbət gedir. BC 2 mənfi 2 plus 5, düzdür? 2 mənfi 2 plus 5. Bunu mən nətər aldım, o maşı çıxmadım. Bir dəqiqə. Bu da düzdür, post bilməm niyə düzdür. Bilirsiniz niyə düzdür? Çünki C onsuz orta nöqtədir. Bu C AB-nin arasındadır deyə elə A, daha doğrusu BC CA-ya bərabərdir deyə elə ona görə düz olur. Hər iki hal elə 3 4 mənfi 2 nədir cəmləyəndə də 5 alınır deyə elə bəsdir. Hətta mən beynimdə yəqin onu qurmuşam. Çünki fərqi yoxdur. Vektorun özünü tapmaq mənası yoxdur, onsuz da ortadadır. Maraqlı. Hələ beynimin büküncündə şey hesablayıram o. 15 ilə 60-a gələn vəziyyətdə niyə düz gəlməyib cavab? Bax görək. Axıra yaxın ağlıma ideya gəlsə onu göstərəm. Deyək ki, tənliyini həll edin. Tənliyini həll edin deyəndə 99% burada ikisi ilə bir-birinə bərabər olduğu bir vəziyyət var. Ya da ki, yəni elə girməyə çalışaq da. Bayaq ki, düstur tətbiq eləyək. Düstur tətbiq eləyəndə bizdə nə əmələ gəlir? Kosinusda. Kosinus. Əvəzləyəndə mənfi 2, mənfi 2-ni də atacam qırağa. Çünki orada sıfıra vurub onsuz da. Olacaq sinus. Cəmi neçə eləyir? 12, 6x vurmuş sinus x. Düz dedim mi? Yox, sinus 2x. O da bərabər olmalıdır məndə sıfıra. İndi bunun sıfıra bərabər olduğu hallar haradır? Sinusun özündən söhbət gedir. Sinusun özü ya sıfırda sıfırdır, ya burada sıfırdır. Onda belə çıxır ki, məndə yarıya böləndə. Ya sıfırdır. Normal vəziyyətdə belədə bir dəqiqə. Pikalarda alır da normalda. Pikalarda alır. Pikanı 2-yə böləndə pika bölünmüş, 2 bölünmüş pika. Bu olsun belə. İkinci tərəf bu da alır sıfıra bölünmə vəziyyəti. Onsuz yenə sıfırı bunu almalıdır. Pikanı 6-ya bölməliyəm mən. Pi bölünmüş 6k. Onsuz da bu bizdə 6 vurmuş 3 deməkdir. Məxrəc eynidir. Deməli, k-nı dəyişəndə almışıq da bunu. Yəni, bu bunu öz içində ehtiva edir. 3k onsuz da bunun içərisində var. Deməli, bir dənə bunu götürəcəm. Onda D variantı alınacaq. Gəldik bura. Deyir ki, olarsa ifadəsinin qiymətini tapın. Yuh. İndi burada eləyə biləcəyimiz çevrilmə nədir? 360-a taxdım da. X-i əvəzləsəydim belə bir şey alınacaq. X bərabər 450 minus Y. O da bərabər 360 atandan sonra da neçə qalır ki? 360 atanda. Bir dəqiqə. 90 mı qalır? 90 çıxılmış Y. Onda bu sinus Y-də. Onda bu olur bizdə sinus Y. Amma bir dənə söhbət var ki, neçənci dərəcəyə düşür. Bir dənə onda fikirləşək. Sinus Y-dir bu. Sinus Y. Onda olacaq sinus Y. Sinus Y. Bir dəqiqə. 450 dərəcə. 450 dərəcə 90-a gəlib düşür. 90-ın burasında. Məncə x də müsbətdir də burada, düzdür. X də müsbətdirsə, onda sinus Y bərabərdir mənfi 0.6-dır. Burayla işimiz qutarır. Ne düşdü aşağıya? Buranı açanda bizdə nə olmalıdır? Sinus 2x. Üstə gəlinmiş bu. Sinus 2x. Onda belə eləyək də. X üstə gəlmiş y. X üstə gəlmiş y. Belə eləyək.
360-a çıxanda 90 dərəcə qalır. 2x üstə gəlmiş y 180 dərəcə eləyir, düzdür? 2y. 180 dərəcənin üstünə y gələndə, 180 dərəcənin üstünə mən y bucağını gələndə, fərz edirəm ki, müsbət bir bucaqdır. Bu məndə burada sinus orada mənfidir. Onda belə çıxır ki, mənim sinus mənfimi istəyir. O da bərabərdir müsbətinə. Bu B variantıdır. Döndürə gedir. Gəldik, burada x1 və x2 ədədləri tənliyinin kökləri olarsa, tənliyin ifadəsinin qiymətini tapın. Tənliyinin kökləridir. x1, x2. Bunda belə olacaq da, bunların cəmi x1 üstə gəlmiş x2 bərabərdir 2-dir. Düz üstə, mənfi 9, müsbət 9. Deməli, bunlar bizdə 9 olacaq. x1 olmuş x2 bərabərdir 2-dir. Tənliyinin kökləri olarsa. Normal açmalıyam, mən bunu bilmədim. Onda bunların hasili x1 olmuş x2 üstə gəlinmiş. 4 dənə bu da bu. 11, x1. Yox, 7x2, 4x1, 4x1 üstə gəlmiş x2. Bu da 3 dənəsi də bundan getdi. İndi burada nə olacaq bizdə? 2 üstə gəlmiş 36, o da eləyir 38. Nəsə düz getmədi. Dəqiqə. Bir dənə də bu var. Bunların hasili 28. 28, onda axırı 8, 6 ilə qutaran bir dənə budur. 66 cavab. Məncə başa düşülən bir əliydi. Gəldik bura. B-in həndəsi silsiləsində B8, B6. Buradan baxın, dəqiq deyirəm mən. Yox, düz demirəm. Bir dəqiq. B11, B9. Yox, B8, B6-dan bu. B8 çıxılmış B6 bərabərdir 5-ə, Q bərabərdir 2-ə deyir. Deyir ki, burada B11-dən B9-u çıxanda cavab nə qalır? Məncə cavabı görürük də artıq, düzdür. Aralarındakı fərq nə qədərdir? Bunların 2 dənədir. Bunun da arasındakı fərq 2 dənədir. Qəşəng. Onda buradan Q-nün mən kubunu çıxartsam, yəni belə deyək də. Q-nün bir dəqiqə. Q-nün özünü çıxartsam 10. Kvadratını çıxarsam 9, kubunu çıxardacam da düz. Q-nün kubu bərabərdir. B8 çıxılmış B6, düz dedim də. O da bizim axtarılan cavabımızdır. O da bərabər olacaq 8 olmuş 5-ə, o da bərabər olmalıdır 40-a variantı. Gəldik bura. Deyir ki, qonşu bucaqlarının, bir dənə buradan oxuyum. Deyir, qonşu bucaqlarının birinin dərəcə ölçüsü 40 dərəcə azaldır. Qonşu nədir? Qonşu. Salam ay qonşu. Bu da bətdə olsun. Qonşu bucaqlarının birinin dərəcə ölçüsünə 40 dərəcə azaldır. Digərini isə 3 dəfə artırdıqda alınan bucaqların dərəcə ölçüləri bərabər olar. Onda böyüyü azaldıb kiçiyə artırmışıq da. Mən belə başa düşdüm. Bərabər olmalıdır. Kiçiyi 3 dəfə artırdıqda. 3-ə. Qonşu bucaqların kiçiyin dərəcə ölçüsünü tapın. Düz getdim ondan öncə. İndi burada nə olacaq? Bir də onu başa düşməyə çalışaq. Alfa üstə gəlmiş beta bərabər olmalıdır 180 dərəcəyə. Alfa çıx. Bir dəqiqə. Alfa üstə gəlmiş beta 180-dir. Betanın yerinə nə yaza bilərəm? 180 dərəcə çıxılmış alfa. 180 dərəcə çıxılmış alfa, çıxılmış 3 alfa bərabərdir 40 dərəcəyə. Təzədən bura gələn 4 alfa bərabərdir 140 dərəcə. Alfa bərabər neçə olmalıdır? 140, 75, 30. Nəsə düz getmədi. Bir dəqiqə. Düz 35 dərəcədir. Deməli 35 dərəcədirsə kiçik 35 dərəcədə D variantı. 70 qalır da. Çünki 75 mən böləndə kəsirli bir şey tapırdım beynimdə. Düz gəlmir. Əlavəmiz olsa dəyişmə ilə gəlib belə normalda gedir. Deyir, üçbucağın 2 hündürlüyü olarsa, 3-cü hündürlüyün ala biləcəyin kiçik qiyməti tapın. Bunu nətər taparıq normalda? 3-cü hündürlüyün ala biləcəyi. Normalda bunların hamısının hasilləri bərabər olmalıdır da. Düzdür. Düzdür. Deməli, hər hansı bir üçbucaq olsun, fərq eləmir. Burada bu tərəfə x deyim mən, bu da hx olsun. S bərabərdir, məndə 1 bölünmüş 2x olmuş hx olur da. Ala biləcəyi ən kiçik dəyərin tapılmasıdır. Ən kiçik dəyər. Ən kiçik dəyər. Ən kiçik dəyər. Ən kiçik dəyər.
Bir dəqiqə. Ən kiçik dəyər. Ən kiçik dəyər. Ən kiçik dəyər. Dəqiqə. Sahələri ilə nə mütənasib asılıdır bunlar? Düzdür, amma tərəflərdən tərs mütənasib asılıdır. Düzdürmü? Tərəflərin münasibəti nədir? A çıxılmış B kiçik olmalıdır, C kiçik olmalıdır, A üstə gəlmiş B. Düz deyirəm. Bunlar bir-birindən tərs mütənasib asılıdır da. Tərs mütənasib asılıdırsa da onda belə olmalıdır. 1 bölünmüş H-a çıxılmış 1 bölünmüş HB. Burada olmalıdır 1 bölünmüş HC. Burada olmalıdır 1 bölünmüş HA üstə gəlmiş 1 bölünmüş HB. İndi bunu hesablayanda bizdə nə alınır? Deməli, 12 də ortaq məxrəc bunları. 12-dirsə də, bu eləyir 12-də necə olacaq? 12-də. 12. 12-də 5. Elə olmur. 2 onda 4 eləməlidir də məncə çevrəndə də. 12-də. Mən bir sənə fikirləşirəm bayaqdan. 1 bölünmüş 4-dən 1 bölünmüş 6-ın çıxanına qalır. İnan sonra fikirləşirəm. Gülməli gələcək. Bayaqdan onu beynimdə qurmağa çalışıram. Hə, tamam. Bu tərəf bizdə olacaq. Tamam, başa düşdüm. Biraz gülməli gələ bilər, amma olsun. 1 bölünmüş 12 burada var. Burada bizdə 1 bölünmüş HC var. Burada da var 1 üz üstə. Hələ sən düz deyirsən. 12-də 5 düz. Onsuz da buradan gələcəm. Çevirəndə böyük tərəf çıxır. 2 tam nəsə də 2 tam nə bilim nədən böyük çıxmalıdır bu HC. Onda belə çıxır ki, bu 3-dür. Yəni onun çevrilmiş variantına falan baxmaq lazımdır. 2 tam nöqtə neçə iləsə 12-nin arasında bir şey. 2 tam nöqtə 4-dür bu. 2 onda 4 eləyəcək də. Hə. Düzdür. Yəqin ki, elədir həlli. Yəni başqa mən həll düşünmürəm ki, var. Ya da çox uzun bir şeydir onun həlli. Dəhşət uzun bir şeydir. Ya da ki, onların tərs mütənasib asıllığından gəlir. Çünki sahədə başqa bir tərəf yoxdur. Yəni üç bucaqdakıları minimuma gətirə bilərsiniz. Mən inanmıram. Ağlınıza gəlirsə deyərsiniz. Gəldi bura. Burada bizdə nə olmalıdır? Deyir ki, hündürlüyü 12 sm olan, oturacağın radiusu 2 sm olan silindradan söhbət gedir. Hündürlüyü 12-dir. Oturacağın radiusu 2-dir. Qabın hündürlüyü 5 sm olan konus elə yerləşdirilmişdir ki, bu da 5-dir. Elə yerləşdirilmişdir ki, hər iki fiqurun oturacaqları üstə düşüb, okey. Boş silindra boş silindra tam dolana qədər nə qədər su tökmək lazımdır. Bir də burada əlavə sözlər yazılıbmı ki? Yerləşdirilmişdir üstə P3 qabı. Boş silindra. Bir dənə şey başa düşmədim. Yəni bu silindrin içində bura su doldura bilmirəm, eləmi çıxır onu? Qabın içərisində yerləşdirilmişdir. Hər iki fiqurun oturacağı üstə düşüb. Boş silindra tam dolana qədər nə qədər su tökmək lazım? Okey, başa düşdüm onu. Deməli, belə çıxır ki, bunun bir həcmi var, V həcmindən söhbət gedir. V həcmi də məndə nəyə bərabərdir bunun? P-nin kvadratı, P-ni də 3 verir. Onda gələcək ki, 3-ü bunun kvadratı eləyəcək. 4 vurmuş 12-yə. Bundan mən çıxmalıyam. Bunun içərisindəki 1 bölünmüş 3, təpə nöqtəsi 1 nöqtədədir. Təzədən burada P-si 3-dür, bu 4-dür. Vurulmuş, bundan bunu çapa. Bundan bunu vurmuş, bir dənə də 5-im var mən. Avtomatik olaraq 4 ortaq blok kimi çıxartsaydım, 4-də 36 çıxılmış 5, 31-ə vuracaqdım, o da eləyəcək neçə? 124 A variantı. Tapdım, düz. Gəldik növbəti suala. Müstəvi xaricində nə? Verilmiş A nöqtəsinə müstəviyə, bir dəqiqə, müstəvi xaricində verilmiş A nöqtəsinə müstəviyə AB perpendikulyarı və AC maili çəkilmişdir. Tamam. AB 6 AC maili müstəvi üzərindəki proyeksiya 8 olarsa, AB nöqtəsindən mailin ortasına qədər məsafəni tapın. 5-dür da. 10 yarısı, hətta düz. Deməli, 10/6-8-i görəndə 90% onu qırağa yazıram. Burada da orta nöqtə zad deyəndə bunu tamamı 5-ə endirirəm. Ola bilər səhv eləyim, yəni gəl çəkək bir dənə baxaq. Deyək ki, bizim əlimizdə bir dənə nəsə müstəvi var. Nə müstəvisidir bu? Alfa müstəvisi olsun. Deyək bir dənə A nöqtəsi var bunda. A nöqtəsindən müstəviyə AB perpendikulyar endirilir. Bura bir dənə perpendikulyar endirilir. Bu da B-dir.
Bu da A-dır. Deyir ki, AC maili çəkilir. AC maili çəkilsin. Burada da C nöqtəsidir. Bunu bitişdirsəm, 90 dərəcəlik üçbucaq əmələ gələcək. AB bizdə 6-dırsa, deyir AC maili müstəvi üzərindəki proyeksiyası. AC müstəvi üzərindəki proyeksiyası da budur da. O da 8-də avtomatik bu 10-dur. Deyir, müstəvi üzərindəki proyeksiyası olarsa B nöqtəsindən mailin orta nöqtəsinə qədər məsafə. Bunu çəksək, onsuz da biz bilirik də, bunu bərabər nöqtələrə ayırdı. Bu da buna bərabər 5-də. Olan orta nöqtəsinə qədər olan məsafəni tapın. Bir də görsən belə sual verir. Davamında deyir ki, bunun müstəvi üstündəki proyeksiyasında. Bu daha maraqlı sual olur onda. Buna bir dənə endirib, sonra deyir, bunun müstəvi üstündəki proyeksiyasını tap. Bu daha maraqlı, qat-qat maraqlı bir suala dönür. Çünki burada bettamız eyni qalıbdır ya, hələ də. Burada 90 dərəcə əmələ gəlmiş olur. 90 dərəcədən sonrası burada alfamız var. Biz bu tərəfin burada artıq proyeksiyasını tapıb, buranın proyeksiyasını tapa bilirik. Bu tərəfin proyeksiyası çünki eyni üçbucağın oxşarlığından gətirə bilirik də. Ümumidən çıxırıq. Burada təbii ki, yəni yarıya bölünmə olduğuna görə problemli deyil onu görmək. Amma fərqli bir vəziyyət olsa daha qəşəng anlardı sual. Gəldik bura. Deyir ki, 21 üçbucaqlı piramidasında dayan tili ABC oturacaq müstəvisinə perpendikulyar olarsa, bunlar bu olarsa piramida həcmini tapın. Okey. Üçbucaqlı DAC. ABC məndə şeydirmi? Oturacaqdır. Müəyyən başa düşürəm. Düzmü deyirəm onu? Bunu belə çəkməyim onda. Normalda mən bunları belə çəkirəm ki, daha rahat olur mənə. Sonradan çəkməm. Təpədən 3 dənə xətti çəkirəm. Onda yuxarıya mən dediyim. Bu olsun A, bu olsun B, bu olsun C. Deyir ki, dayan tili ABC oturacaq müstəvisinə perpendikulyar olarsa. Bu deyək perpendikulyar hamısına perpendikulyar. AD AB-yə bərabərdir. O da AC-yə bərabərdir. BAC bu 60 dərəcədir. Sonra bu da bunlara bərabərdir. 60 dərəcə əmələ gəldi. CD 6 kök 2-dir. 6 kök 2-dirsə başarısı 6-dır. Çünki burada bərabərlikdən 90, 45, 45 qalır. Xassədən çıxır. Deyir ki, olarsa həcmini tapın. Həcmini tapın. Okey. Onda belə olacaqdı. Buna mən perpendikulyar endirsəydim, bu 60 olsaydı, bunun qabağındakı 3 kök 2 idi. Deməli, 3 kök 2-ni 6-ya vuracam. Böləcəm 2-yə. Sahəni tapdım. Vuracam 6-ya, böləcəm 3-ə. Bir dənə təpəyədir. Bununla bu getdi. 18 kök 2. Dəqiqə. 3 kök 3 öz üstə. 3 kök 3. 18 kök 3. Mən deyirəm, bu sualı harada görmüşəm? Bilirsiniz mən bunu harada görmüşəm? Ya da ki, çox oxşar bir sual görmüşəm bu yaxınlarda. Sən atdığın PDF var idi. İbrahim, baxdın o PDF-ə? Baxdım da sözdür, mən o PDF-i birbaşa... O da mən sorun da nə qədər səhvlər eləmişəm. Məsələn, sinus x vurulmuş kosinus x yazmaq istəmişəm. Baxıram ki, sinus kvadrat x vurulmuş kosinus kvadrat x yazmışam. Allahın bəxtinə bərabər 0 gedir deyə qüvvətinin mənası qalmayıb bu sualda. Yoxsa başqa bir şey tapacaqmışam. Hə, olsun. Ya orada çoxdur. Yəni sonradan sonraya baxmışam. Və istəyirsə inan, istəyirsə inanma. 100 dənə sualı azı 2 saat yarım qurtarmışam. Tap gedir. Bacardıqca da bir oxunaqlı yazmaq istəyirdim ki, öz şagirdlərimə də atıram. Bir də məsələn orada belə bir sual var idi. Bilməm gördün ya yox. Gözdə sual nətər idi. Belə bir şey çək ki, inanarsan 1 saniyə bitir də sual. Valla 1 saniyə bitir. Sualda qayıdıb deyir ki, bu tərəfdəki bərabər yanlı üçbucaqdır. Deməli bu 60 dərəcədir. Avtomatik bu da 60 dərəcə qalır orada. Bu da 60 dərəcə olur. Bu da 60 dərəcə olur. Və deyir ki, buna bir dənə perpendikulyar endirib də. Buna perpendikulyar endirib. Sual burada bitib də əslinə qalanda. Mən götürmüşəm, bu da 60 dərəcədir. Bunun uzunluğunu vermişdi bu ümuminin. Üzr istəyirəm. Bu balaca kəsiyi vermişdi. Bu kəsiyi vermişdi. Soruşurdu ki, bunun sahəsi nəyə bərabərdir? Bu balaca kəsiyə görə 30 dərəcədən bunun avtomatik olaraq uzunluğunu çıxır. Bunu buna vur qutarsın da sual. Mən götürmüşəm, sahələrin əlaqəsini çıxartmışam orada. Ondan sonra əldə eləmişəm. Sonradan sonraya gördüm. Onsuz mən bunu belə bitişdirsəydim, buradakı sahə buradakı sahələrə bərabər. Götürüb oradan cavabı gətirmişəm. Bərabər sonrasında bu sahəsini tapsan, 2-yə vursan bu çıxır da. Niyə onların bərabərliyindən gəlməyi? Qəribə şeylər deyirəm də. Sonradan görmüşəm. Ehtimal sualı var. Biraz uzatmışam. Sonradan gördüm həlli ki, daha qısa getmək olur. Bu dərsdə müzakirələr çıxır. Bir dənə şey var da. Qısa vaxtda sualı qurtarmaq istəyən adam optimal həlli fikirləşmir. Şəxsi fikrimdir.
Sadəcə həll eləməyə çalışırsan ki, cavab çıxar. Ola bilər başqaları daha yaxşı həll eləyir. Mən öz təcrübəmi bölüşürəm. Burada bizdən nə istəyir? Deyir ki, təhlilər sistemində onu nə deyirdin sən eləmişəm deyə nəyəndən sonra bir dənə söz demək istəmədim, o üzrsən. Hə, yox, mən heç nə. Boş ver deyirəm, o atdığımız həlləri elə axşamla 3 dəfə üstünə kim olar. Sizin ümumi olaraq, yəni o sualları necə deyim? Artıq mən özümküləşdirdim də hamısının həlli falan ləzzət elədi bəzi həllər. Heç mən düşünmədiyim həllər gəlib sizin ağlınıza. Yəni mən eləmərəm də o həlli. Amma görürəm ki, eləmək olaraq ki, belə. O saat həllər özümküləşib. Yəni o yollar daha doğrusu özümküləşib. Yəni o yolları 100% istifadə edəcəm. Ya istəyirsən həndəsəm zəifdir. Həndəsəm zəifdir. Mənim zəifdir. Yox, mənim zəif deyirəm. Mən cəbrə quzu kəsəm. Cəbir mükəmməl şey deyir. Bir də bilmirəm istəyirsən, yox, anormal dərəcədə şəxsi fikrimdə Azərbaycanda həndəsənin güclü olmağının səbəbi kitab sayının çox olmağıdır. İndi universitetə get, Allah qoysun, görəsən həndəsənin bir semestri görəsən. Gördüyün cəbir, səhər gün orta axşam ancaq cəbir. Yaxşı deyirsən. Vallahi. Gəldik bu sualı həll eləmək. X-in kvadratı x üstə gəlmiş y-dir, bərabərdir 40-a. Sual həll oldu da artıq. Məncə həll oldu, yəni bir dəqiqə. Burada 3 də var. Yəni fərq eləmir bu 3-ün olub olmağı, o qədər dəxilisi yox. Bir dəqiqə. Burada x-in kvadratını çıxar, x üstə gəlinmiş 3y, y-in kvadratını çıxardanda y üstə gəlinmiş 3x. Belə eləməyək, onda o piş cəmləyək də bunu. O piş cəmləyəndə x üstə gəlmiş y-in kubu bərabər neçə eləyib? 64. 64 də nəyin kubudur? 4-ün kubudur. X üstə gəlmiş y də 4-də, D variantı. Mənim ağlımda birinci başqa həll var idi. Bunu tərsinə gördüm. Elə bildim ki, bunları ixtisara aparacam. X-in y-ə nisbətindən oradan yerinə qoyub tərsini tapacam. Kalı bir dənə vəziyyət kimi fikirləşdim. Ola bilər də, yəni fikirləş y-i də çıxardanda yenə yuxarı aşağı eyni şey qalır. 0 deyilsə ixtisar eləyə bilərəm də. İndi gəldik bura. Uyğun tərəfləri 5 və 9 olan iki oxşar çoxbucaqlı verilmişdir. Gəl bunu yazda indi. Deyir ki, kiçik çoxbucaqlının perimetri. Bir dəqiqə, tərəflərin ölçüsü metrləndir. Perimetr də metrləndir. Böyük çoxbucaqlının perimetri. Onda ki, belə eləyək də. Nisbəti 4 dəfə götürsək, cavab 36-dır da. Yəni 5 verəndə 20-yə qalxıbsa, 4 dəfə artırırsansa, bu da m-dən m-ə qalxır da, kvadratik bir asıllıq yoxdur. Gəldik buna baxaq. Radiusları R olan çevrədə, AB bərabərdir R kökdə 2 və CD bərabər R kökdə 3 olarsa, AB haradır? Budur. Radius budur. Bunu birləşdirdik. R kökdə 2. Demək, bu 45 dərəcədir də. Bərabər yanlıqdan gəlir. O birisində bizdə deyir ki, R kökdə 3-dür. Onun keçən dəfə sənin etdiyin söhbətdə 120 dərəcə olsa, əzbərləmirsən ha bunu? Əzbərləmirəm. Əslində heç vaxt qayda düstur əzbərləyən biri deyiləm. Hətta işlədikcə mənimkiləşir də bir yaxud dediyim tema. Göz yaddaşına vurursan da istəsən də istəməsən. Bu belə getdi. Məndən nə istəyir? Bu sual boş düşəmə. Bir dəqiqə. Çərəz deyə bu. Deyir ki, bunun və bu qövslərin dərəcə ölçülərinin cəmini tapın. İçini cəmli 210. İslam. İnanırsan bunu yazmayacaq adamlar var imtihanda. Çərəz deyə bu. Valla çərəzdir. Kim nə deyirsin? Gəldi bura. Kimsə qoşulmaq istəsə, səs vermək istəsə deyə. Salam əli. A və B çoxluqları üçün NA 5-dir, kəsişməsi 2-dirsə, birləşməsi kəsişməsi 2-dir. B-nin ümumiyyətcə elementi var. 4 dənədir. Əla, 7-dən də bu. Cəmindən ortasını çıxardırsan, qalır. Yəni, düsturla da getmək olar da məncə. Ya da, yəni, bilməm, nə təşkil getsin kimsə. Belə-belə də çəkə bilərsiniz, özünüz bilərsiniz. Bir simmetriya oxu 2x bərabər 3 olan düz xətti olan bir dəqiqə. Simmetriya oxu belə parabola var bizdə aradasa. Fərq eləmir, indi arada olacaq. İndi buralardan çəkək də belədir. Simmetriya oxu buradadır, x 3-dədir. Təpə nöqtəsidir. Təpə nöqtəsi isə mənfi p bölünmüş 2 vur 5 bərabərdir bizdə 3-dür. Neçə olmalıdır onda? 30 mu olmalıdır? Mənfi 30? Hə, mənfi 30.
Deməli, bu olmalıdır bizdə -30. Düz dedimmi? P məndə -30. Sonrasında nə deyib? Parabolanın təpə nöqtəsi düz xətt üzərində yerləşir. Deməli, bu parabolanın təpə nöqtəsi bu düz xəttin üstündədir. Düz xəttin üstündədirsə də x nöqtəsindən bu neçə alır? 3-ü qoyanda 6, 9 alır. Düz dedimmi? Bu 9 alır. Onda belə çıxır ki, bu nöqtə 3-ün 9 nöqtəsindədir. Onda belə çıxır ki, 9 bərabərdir 5 vurulmuş 9, 3-ün kvadratı, üstə gəlmiş yox. Çıxılmış 90, üstə gəlmiş 2. 99-dan 45 çıxan neçə qalır ki? 99 çıx 45. 54 mi? Yəqin belə eləyər də. Gedişat məncə asandır, da uzatmam burada. Bu da gəldi, getdi. Sual ekrana sığışdırmaq cəhdləri. Məndən nə istəyir? A və B natural ədədləri üçün uyğunluğu müəyyən edin. Natural. Sıfırdan böyükdür bunlar. Beynimizin mümküncünə vurduq. Əla. A-nı 3, B-ni 2 götürsə 0 eləyəcək. Yes, ən kiçik qiyməti 7-dir. İfadəsi ən kiçik qiymət aldıqda, başa düşdüm, A-ya B-yə qiymət qoymaq. A bərabər 3-dür, B bərabər 2-dir. İfadəsinin ən böyük qiyməti 3-dür. İfadəsinin ən kiçik qiymət aldıqda, ən kiçik qiymət harada ala bilər bu yenə? A bərabərdir 4, B bərabərdir 3-də. İfadəsinin ən böyük qiymət aldıqda, bu getdikcə aşağı düşə gedəcək, bunu 0 vəziyyətdir. A bərabərdir 2, B bərabərdir 7. Heç bir şey, Allah da, bunun ən kiçik qiyməti deyir ki, ən böyük qiyməti 3-dür ifadəsinin. Bunların cəminə baxaq da, onda bölən varmı? Cəmi 7 olan varmı? Budur. Deməli, bu bura getdi. Bu buradadır. Okey, onu qıraq atdıq. Düzdür. Yəni, bu 3 alınıbsa, значит, bu 7 imiş. Bu 4-sə, bu 5 imiş cəm. Cəmi 5 olan budur. Bu getdi bura. İndi, bu ən böyük qiyməti 5-dir. 5 birinə getmir. Çünki böləndə, burada nəsə, naturalda da ola bilməz bu. Naturalda, yəni, ola bilməz, imkansız bir şey. Natural ədəddirsə, bu 8 ola bilməz, imkansızdır. Natural ədəddirsə ola bilər, 9 olmalıdır. Bu da buradadır. Elə bu. Nəysə, keçdi öbürsünə. Çünki natural ədəddirsə, mümkün deyil də tam ədəd çıxsın böləndə. Bölənin özü olmalı. Buradan tələb olunan nədir? Gözünüz olsa deyərsiniz. A, B, C düzbucaqlısında D haradır? D buradır. Alfa D buna. D bərabərdir, beta alfa deyilmiş 90 dərəcə. O da bərabər 90 dərəcəyə. Tamam. Bu nəsə 90 dərəcədir, qardaş. Olsun. Bu 60 dərəcədirsə də, onda bu 100% 120 dərəcədir. VC yoxdur. AB deyir ki, 7 kök 3-dür. Başa düşdüm. BC 5-dir. CD-ni tapın deyir. CD-ni tapın. %20. Gözlə. Bir dəqiqə. Biraz da fikirləşim. Bunu belə uzatsam nə olar? Bu da 60 dərəcə qalacaq. Yəni, pis yaxşı bu bıçaqlar oxşayır da. Onda. 90 qabağı, 10 qabağı. Biraz fikirləşim hələ bunu. Konkret hansı üst bıçağın tərəfi var? Deməli, bu 30 dərəcə olacaqdı. Bu 30 dərəcə olacaqdırsa da. 30 dərəcə. 30-un qarşısındakı buyudsa da. 60-ın qarşısındakı onun kökdə 3 qatı idisə da 21 idi. Bunun bu dəqiqə qabağındakı 16-dır. Əgər ki 90 qabağı 16-dırsa, bunun qabağı 8-dir. Düz getdi. Məncə düz dayan, başını burax. Başqa bir yol varmı? Bir dənə fikirləşəm. O tərəfdən yaratmaq. Necə? Mən
Mən birinci elə bu ağlıma gəldi. Sonra bu B necə deyim, belə yuxarı üç bucaqda B necə Bunu belə qaldırsan, hə, elə. o, o da olar. O da məntiqlidir. Yoxsa yuxarıdan yenə inşa alassan da, bunu alassan, sonra oxşarlıqdan gətirəsən də yenə də. Əla. Hara fırlatsan heç bir saat tamamlama sualıdır. Bu getdi. 60 görəndə ağlıma başqa şey gəlmir mən. Özünü nasıl? O türklər deyir, möhtəşəm üçlü. Nə tərsə dolu bu bir PDF-lərdə bilməm nə temaydı. Bu axırıncı suallardan problem çıxır. Bu da problem çıxır. Mənim əlimdə bu kitabın özü də var, oradan da baxıram ki, problem çıxmasın. Deyim, mərkəzi. Nöqtəsində olan əmsalı homotetiya. Nöqtəsinə çevrildi. Okay. B nöqtəsi kare. Okay. Deməli, belə çıxır ki, fərq eləmir də. Yəni, məndə mərkəz buradadır. Nəyə oxşamağının bir fərqi yoxdur əslində qalanda. O nöqtəsi budur. O nöqtəsini çəkək də bitər. Bu olsun 4 nöqtəsi, bu olsun -2 nöqtəsi. 2, o da olsun burada. Sonra bizdə 2 burada olsun, 5 burada olsun. Nə tərsə də 5 ilə biraz hündür yerdən qalxır belə. Bu 10 buradadır, bu n buradadır. Homotetiyada nöqtəsinin çevrildiyi n nöqtəsinin koordinatını tapın. Mən üçbucaq kimi fikirləşirəm normalda. Bu belə bir şey düşünürəm. Bu belə fikirləşirəm də. Fikirləş ki, bu belədir. 90 dərəcəli üçbucaq. Və avtomatik olaraq bu nə etsə də bunun 3 qatına çevirməlidir. Yəni 3 qat uzaq nöqtəyə aparmalıdır. Bu razıyıq, nə demək istəyirəm. Bilməm, bəlkə fikrimi çatdıra bilməyəcəm. Yəni mən belə düşünürəm də, bura qədər x etsə də, koordinatı 3 dəfə o tərəfə bir nöqtəyə aparırsa, yəni 3-ə vurub da bu məsafəni. Yəni bu məsafə burada 3x. Avtomatik olaraq bunun arasındakı məsafə nə qədərdir? 4-dən 2-yə. Yəni bu məsafə bu dəqiqə nədir? 2-dir. 3 dəfəsi 6 eləyir də. 4-dən bura olsa, koordinatların cəmini tapmaq lazımdır. 4-dən 6 çıxsa -2 qalacaq. -2 qalacaq. Buradan bura məsafə nədir? 7-dir. 7-nin 3 qatı 21 eləyir. 21-in də üstünə -2-ni gəlsə, ki, bu dəqiqə bunun koordinatı budur. Bu da 19 eləyir. Bunların koordinatlarının cəmində məndə eləyəcək 17. Bəlkə fikri izah eləyə bilməm, bilmirəm, amma yəni mən belə eləyirəm. Bunu çox müəllim, amma şeylə gedir, mən bildiyim qədərilə. Nə ilə gedirlər homotetiyada? Məktəb dərsində çünki elə göstəriblər, vektorla gedirlər. Mənim elə yadımdadır. Sən nə cür işləyirsən ki bunu? Bizə də elə öyrədiblər, mən də elə vektorla işləyirəm. Mən belə daha rahat gəlir mənə amma. Yəni məntiqlə fikirləşirəm də, bu dəqiqə bunun arasındakı məsafə 2-dir. Mən bu dəqiqə 4 çıx 6. Çünki bilirəm ki, bura gedib də, yəni istiqamət o 6 məsafəsi dala aparmalıyam. Mən fikrini tapdım. Tamam. İndi bunun arasındakı məsafəyə baxıram 7-dir. Tamammı? 3 dəfəsi gələndə -2-dən üstünə gələcəm çünki 21-i. Çünki yuxarı müsbət gedir 19. Çünki vektora gətir, dala qaytarıram. Mən belə daha rahat gəlir. Yəni homotetiya beynimdə belə qururam, bilmirəm sən nə tərəf. Belə baxmışdın bu məntiqlə. Yox, heç vaxt. Homotetiyanın canı budur əslində. Mənim zəhləm qeyriyyətli işlətirəm. Analitik həndəsəm yaxşı deyə bilmərəm, amma yəni vektor bilmək heç xoşlamıram. Bir dəqiqə onu buradan oxuyacağam. Çünki burada deyəsən ki, tərsmayalıq qalır. Asan demiş. Deyir, orta xətti S olan diaqonalları. Mən bunu həmişə diagonal yazırdım. Diagonal imiş bu. D1, D2 olan trapesiyada D1 perpendikulyardır D2. Paralel köçürtmə sualıdır da. Düzdür? Başqa isbatını mən bilmirəm olsun. Olarsa. Yox, bilirəm. Koordinat sistemi ilə girib eləmək olur. S bərabərdir. Şey deyirəm. Bunlar perpendikulyardirsə biz nə deyirdik? Deyirdik ki, adı nə idi ona? D1 vurulmuş D2 nəyə bərabər olmalıdır orada? Bir dənə yadımıza salaq. D1 vurulmuş D2, bir də yox, D1-in kvadratı üstə gəlmiş D2-in kvadratı, A-nın üstə gəlmiş B-in kvadratına bərabərdir. Yadıma düşdü? Düzdürmü? Elə bir şey olmalıdır.
Burada yazacaq D1-in kvadratı üstə gəlmiş D2-in kvadratı bölünmüş 2. Fisiyoda yerinə qoysan çıxır onsuz da. Bayaq dediyim şeydir. Deməli, onsuz da bu isbat belədir də. Bunu biz belə çəksək, yəqin ki, fərqli isbatları var, bunu mən bilmirəm onları. Bu belə olsa, bu əgər buna paraleldirsə də, üzrə, perpendikulyardirsə da, mən buna paralel bir xətt çəksəm bu istiqamətdə, deyək ki, bu buna paralel. Bu A-dırsa da, bu A olmaq məcburiyyətindədir və bunların arasındakı bucaq dəyişməz qalır. Və bu B qaldığına görə, avtomatik olaraq bu D1, deyək ki, buna D1 demişdim. Bu da D2 olsa, bu da yəni D1 olmuş olsun. Onda avtomatik mənim gördüyüm budur ki, D1-in kvadratı üstə gəlmiş D2-nin kvadratı bərabərdir bizdə. A üstə gəlmiş B-nin kvadratına. S ortaq xəttidir, S bərabərdir A üstə gəlmiş B bölünmüş 2 olduğundan. Bunu kökə salıb təzədən yarıya bölmə sualına gəlir. Yəni, burada biz əvəzləyə bilirik ki, D1 üstə gəlmiş D2-nin kvadratı. Fərqli ispat fikirləşə bilsən buna? Bundan artıq elə göz yorar. Ən yaxşısı elə budur. Ən salamatı budur elə. Çünki bundan artıq niyə yazsan ki, zəmin tapmaq lazımdır. Bu qədər. Nəsə sualın şikayətin təklifi ümumiyyətcə. Buyur. Hə, bağışlayın. Bayaq biz Müşfiqlə bir dənə suala baxırdıq. İsbat sualı idi. İkimiz də isbatı elədik. Amma belə sözüm biraz belə pis çıxmasın. Paptu da elə bilmiş necə? Sırf bu isbata düşsə, inanmıram da necə izah edə bilərəm. Deməli, sual belədir. Bu arada cəvridir. 1 bölünsün 2-nin kvadratı. Yazırsınmam yoxsa. Üstə gəlsin 1 bölünsün 3-ün kvadratı ta ki 100-ə kimi. Bu deyir, bir dənə x-ə deyir, bərabərdir. Y-ə də verib. Tam %99. İspat eləsin. Hə, sıfırdan %99. Bir dənə 9 artıq getdi. Hə. İspat elə ki, y x-dən böyüdür. İspat et ki, y x-dən böyüdür. Hə. Və həqiqətən hesablayanda, adi Python hesablayanda 0,milyonda 6300 nə qədər edir? Qısacası 0,6 edir. Onun cəmi. Bu belə baxmağa çalışaq da. Bu bizdə nə deməkdir? 99 bölünmüş 100-dür. Razısan? Bəli. Bunu da mən belə yaza bilərəm də. 1 bölünmüş 100 üstə gəlinmiş 1 bölünmüş 100. 99 dənə. Bəli. Burada da 99 dənə ədəd var. Və mən bilirəm ki, 1 bölünmüş 10-un kvadratıdır bunun hamısı. Və mən bilirəm ki, bu y sırasıdır. Və bunun altındakı x sırası var və bunların hamısı 1 bölünmüş bunun kvadratı. Hamısı bundan nədir? Böyükdür, kiçikdir bunlar. Hamısı olmasa da %80 elədir. İlk məsələn yox, bir dənə burada bu fərq. Bunlar bir dənə üst-üstə düşəcək. Bu bir dənə bunlar üst-üstə düşəcək. Qalan hamısına bax, 0,1-dir bu. Məsələn, bir ədədi 10-a bölsən böyükdür, yoxsa 2-yə bölsən? Əlbəttə 2-yə. 0,5-dir. 0,1. Amma söhbət burada dəyişir. Bir ədədi 100-ə böl, bir də ki, bir ədədi 4-ə böl. 0,25 buradadır. 0,1 buradadır. Razılaşırıq bunu. Bəli. Hə, mükəmməl. Heç ağlıma gəlməzdi bu yol. Mən baxanda elə ancaq onu Mən daha doğrusu belə eləmişdim. Necə eləmişdim? Hə, istərsən məntiqlə bir dənə fikirləş. Sən cəmlədin. Mən başa düşdüm, aydınlandım belə başımda ampul yandı bu saniyə. Mən düşünürdüm ki, məsələn də bizdə istərsəmiz məxrəc böyüdükcə ədəd kiçilir. O istisnasız bir qaydadır. Bizim də burada ən böyük ədədimiz 0,25-dir. Ən kiçik ədədimiz də 1/100-ün kvadratıdır. Avtomatik olaraq ədəd nə qədər balacalaşmağa doğru gedəndə o türklərin bir söz var, paydalar. Paydalar cəmlənib biri keçməyəcək heç vaxt. Ona görə elə avtomatik y-dən böyük olur. O düzgün yanaşma deyil axı. Bəlkə gəlir, biri keçmir, amma düşün ki 0,1992. Bunun üçün də bilirsiniz nə elədim? Sırf mən də elə düşünmüşdüm. Orada ilk 10 dənəsini hesablayırsan, qalanları da hamısı 0,100-dən kiçik ədədlər olurdu avtomatik olaraq. Yəni elə bir şey olur. Düzdür, demişdim axı. Özüm başa düşürəm, amma faktik olaraq sübut edə bilmirdim Müşfiqlə. Ona görə sizdən soruşdum ki, mükəmməldir bu.
Yox, burada bu 100-dür, bağışla 100-ün kvadratı. Bu 100 dənə ədəddir. Burada bizim onsdakı gördüyümüz limit haradır? Bunun daha böyük olduğu hissə onsdakı 1 bölünmüş onun kvadratına qədər böyükdür bundan. Amma sonra buna düşüşə doğru gedir. Əgər bura qədərki hissədə bunu aşa bilməzsə, ondan sonra aşa bilməyəcək bir də. Çünki buna balacalaşa gedir bu ədəd. İzah edə bilirəm burada. Yəni sənin 10 dənə elementin daha böyükdür. Sən geriyə qalan 89 elementin balaca qalır. Elə onu %80 dedim də. Sırf 10 dənəsini çıxdım. 99 olduğu yadımdan çıxmış. Ona görə %80 dedim mən. Yox, mən baxanda bunu gördüm. Bu sualı dəqiq deyə bilmərəm. Çünki sən olimpiyada getmisən. Ən azı bəlkə də fikir vermisən. Bu tip suallar çox gəlir. Birinci sıranın uzunluğuna baxırıq həmişə ki, görən orada nə edə bilərəm mən. Mən birinci səninlə fikirləşdim, sən deyəndə. Dedim, nə deyəsən ki, bunun cəmi nəyə bərabərdir? Ağlımda onun da bir ideyası var idi, onu deyim sənə. Sigma-na, yoxsa yəni də? Riemann zeta funksiyasını eşitmisən? Hə, niyə eşitməmişəm? Riemann zeta funksiyasını ədəd yerinə qoyacaqdım da. Oradan da biri çıxardacaqdım. Çünki orada sıranın uzunluğu, bir də məntiqdən düşün, birdən başlayır. O istər-istəməz də zeta funksiyasını -1-i qoysa. Yox, bir dəqiqə. -1 qoyanda 1 üstə gəl, 2 üstə gəl, nəsə gelir belə ki. Riemann zeta funksiyasını qoyandan sonra sadəcə orada hesablamaq lazım ki, inteqralı nəyə gəlib çıxır. Çünki bunun hamısı fikir versən bir inteqralı əmələ gətirir. Təxmini olaraq da. Bu hansı integral dəyəridir? O da katalan ədədlərinə də yaxın ola bilər. Mümkündür. Məncə katalan ədədlərinə də vermiş ola bilər. O baxmaq lazımdır. Katalan ədədlərini görmüsən də yəqin. Əlbəttə. Çox sanırım, həqiqətən yetərli izah idi. Ən azından məni qane elədi də. Xeyirlisi. Yox, o da maraqlı sualdır. Hələlik Allah'a əmanət. Oldu mənim. Sağ ol, gəzər istəyirəm. Gəzər.